faydası olsun inşallah. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu ala Resulillah. Və alə alihi və sahbihi ecmaîn. Yəni, qardaşımız soruşur ki, insan əgər qədəri yazılıbsa, yəni başqa şeylər ona necə təsir edir? Ümumiyyətlə, qədər elə bir mövzudur ki, qədər mövzusu Allah Taala'nın sirridir. Qədər hep bu cür deyirlər. Allahın sirri. Və bu suala inşallah başqa bir məsələ ilə cavab verəcəm. Hansı ki, elə bu sualın oxşardır. Bir dənə sual versək ki, qədər yazılıbsa əgər insan üçün, düzdürmü? Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir? İnsanın gələcəkdə olacaqları, yəni bütün qədəri yazılıb, qələm qaldırılıb və yazılan quruyub. Və insanın bütün həyatına dair nə olacaq, nə baş verəcək, bütün hamısı yazılıb. Və bəzi insanlardan biri sual verir ki, əziz qardaş, deyir ki, sizin sualınıza oxşardır. Deyir ki, əgər insanın qədəri yazılıbsa, onun dua etməsinin ona nə təsiri var? Bəzən görürsən ki, bu sualları ən çox yəni dinlə əlaqəsi olmayan insanlar bunu şübhə kimi gətirirlər. Və indi sual versəm ki sizə, əziz qardaş, biz bilirik ki, insan qədərində xeyir də, şər də yazılıb, düzdürmü? İnsana gələcək xeyir və insana gələcək şər hamısı yazılıb. Allah Taala yazılıb. Və dua eləyir ki, insan özü üçün dua etməsi, xeyri istəməsi və yaxud da ki, şəri özündən uzaqlaşdırması. Yəni, bu yazılıbsa dua eləməyin nə mənası var? İnsan niyə dua edir? Ona bir hədis bilirəm ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə söz deyə bilmərəm, yəni qədəri dəyişdirəsi bir şey varsa o da duadır, yox? Axı yazılıb da, qədər necə dəyişir? Allahın qədərini dəyişə bilər. Deməli, nəsə dəyişə bilər onda? Onda deməli, barakallahu fik, təfsilata gedirik. Deməli, deyirik ki, bu həmən gətirilən şey, o deyirlər ki, bəzi insanlar sual verirlər ki, şübhə kimi gətirirlər ki, əgər qədər yazılıbsa, dua niyə edirsən ki? Biz deyirik ki, barakallahu fikum, bu gətirilən şübhə çox bəsit şübhədir. Və biz bilirik ki, əhl-i sünnə vəl cəmaa, və burasını diqqət elə, əhl-i sünnə vəl cəmaa qədəri iki qismə bölür, qardaş. Birincisi, qədər mubram deyirlər buna. İkinci qədərin növünə isə muallaq deyirlər. Mubram nə deməkdir? Mubram qədər, yəni Allah subhanahu wa ta'ala lövh-i məhfuzda yazdığı qədərdir. Allah Taala'nın lövh-i məhfuzda öz yanında yazdığı qədərdir. Hansı ki, bu qədəri heç bir şey dəyişə bilməz. Allah Taala'nın yazdığı bu qədəri heç bir şey dəyişə bilməz. Və yaxud da heç bir şey bunu ərtələyə bilməz. Və yaxud da heç bir şey bunu əvəz edə bilməz. Ya artıra bilməz, ya da azalda bilməz. Artıq qələm quruyub və səhifələr də yazılıb deyilən qədər bu qədərdir. Və alimlər də buna qədər mubram deyirlər. Bəziləri buna mutlaq qədər deyirlər. Mutlaq. Artıq bu dəyişilməsi mümkün olmayan bir şeydir. Mutlaq. Hansı ki, buna nə ziyadə, artırma, nə də ki, əksiklik, nöqsan baş verə bilər. Və bütün insan üçün yazılan nə xeyir varsa, Allah Taala lövh-i məhfuzda bunu yazıb və insan dua etsə də, etməsə də bu şey ona çatacaq. Və yaxud da ki, əgər orada şər yazılıbsa, insan dua etsə də, etməsə də o şər gələcək. Və lakin ikinci qisim dediyimiz muallaq qədər, qədərin iki növü var. Birincisi mubram, ikincisi muallaq. İkincisi muallaq qədər isə Allah subhanahu wa ta'ala insan üçün burada da xeyir və şər yazıb. Lakin buradakı yazılan qədər mələklərin səhifəsində olan qədərdir. Allahın özünün yazdığı yox, mələklərə yazdırdığı qədərdir. Və buradakı qədəri isə insanın duasının dəyişə biləcəyi şeylər var. Yəni, müdaxilələrin dəyişə biləcəyi şeylər var. Əgər insan onun üçün xeyir yazılıbsa, dua etməklə özünə onu cəlb eləyə bilər.
və yaxud da ki, insana şər yazılıbsa, insan dua etməklə o şəri özündən uzaqlaşdıra bilər. Hansı ki, bu həmən qədər insanın istəyinə bağlıdır. İnsan istəsə gəlir, istəməsə gedir. Və yaxud da ki, istəsə gedir, istəməsə gəlir. Ona görə də insanlar bəzən bu məsələdə çaşqınlığa düşürlər ki, qədərin bu iki növündən xəbərsiz olduqlarına görə ki, hansı ki, birinci zikr etdiyimiz mutlaq qədər, o qədəri heç bir şey dəyişə bilməz. O Allah qatındadır və lövh-i məhfuzdadır. Aydındır. İkinci növ qədər isə mualləq olan, mələklərin yazdığı olan insan üçün Allah Taala'nın yazdırdığı o qədər ki var, o qədəri isə xeyir və şər insanların duası dəyişə bilər. İnsanların müdaxiləsi dəyişə bilər. Bizim elə dediyimiz Peyğəmbər sallallahu aleyhi və səlləmin ki, dua qədəri dəyişir, həmən bu ikinci növ qədərdən söhbət gedir. Aydındır qardaş. Və həmçinin o insanlar deyirlər ki, bax, məsəl üçün, falçı gəlir insana sehr eləyir, o ona təsir eləyir. O onun qədərində var idi mi? Biz deyirik ki, o şər onun qədərində yazılmışdı və o qədərə müdaxilə elədilər, hansı ki, o lövh-i məhfuzda olan qədəri yox, mələklərin yanında olan qədərə təsir elədilər. Hansı ki, o şərin ona gəlməsi üçün. Və hansı ki, o dua etsəydi əgər və yaxud da ki, səbəblərdən tutsaydı, həmən o şər ona nazil olmazdı. Və sənin dediyin o gözləmə məsələsi var, qardaş. Ergiz qardaş. Bəli, burada eşidirəm qardaş. Mikrofon bağlamışdım. O sənin o dediyin gözləmə məsələsi var, Bəli. Ya indi sual verirəm. O gözləmə məsələsi hansı növdən hesab olunur? Birinci növdən yoxsa ikinci növdən? Yəqin ki, ikinci növdə, yəni ki, gözləmə ucu əgər qədəri dəyişirsə, deməli ikinci növ qədərə dəyişir. Birinci növ dəyişilməzdir. Bəli. Və o ikinci növ qədər və yaxud da yox, birinci növ qədər deyə də əsas Allah Taala yazan. Ora nə daxildir? Yəni olum, ölüm ora daxildir, yoxsa ikinci qədərə daxildir? O birinci qədərə, o Allah bilir. Yəni o lövh-i məhfuzdan xəbərimiz yoxdur. Lakin o hədisdə gələn ki, yəni Cibril əleyhissalam insan doğulanda nazil olması, doğulmamışdan qabaq nazil olması, insan ana bətnində olanda o 4 şeyi o yazır ki, o xoşbəxt və yaxud da bədbəxt olacağı, hansı ki, ruzisi, harda öləcəyi, nə vaxt öləcəyi, bu şeyə heç bir şey təsir eləmir, düzdürmü? Bu Allah Taala'nın o lövh-i məhfuzda yazdığı qədərdir. Yerdə qalan insana xeyrin gəlməsi, şərrin gəlməsi, o dua ilə o şərrin aradan qaldırılması və yaxud da ki, insanın dua eləyib xeyir əldə eləməsi, bunlar hamısı qədərin o deyimiz ikinci növündən asılıdır. Eləyirsənsə gəlir, eləmirsənsə gəlmir. Yəni, onda buradan bir sual yarandı mənim beynimdə, onu verim. Onda o hədis ki var, göz dəvəni qazanan insansa məzara aparır. O məzar məsələsi orada başqa bir məna daşıyır, yoxsa? Məzar məsələsi yəni ölümünə səbəb olur. Ölümünə səbəb olur. Yəni göz ölümə gətirib çıxarda bilir də. Əlbəttə ki, bəli. Siz indi dediniz ki, Cəbrail əleyhissalam gələndə, yəni uşağın bətnində olanda, harda və necə öldüyünü yazır. Bəli. Onda ikinci qədərə daxil olur, yoxsa? Bax, göz dəyişə bilir. Bax, gözün insana təsir eləməməsi, bu şərrin insana gəlməsi, bu və yaxud da ki, ondan qaldırılması ikinci növ qədərdir. Amma harda öləcəyi, nə vaxt öləcəyi bu birinci növdəndir. Mutlaq ölüm var, mutlaq ölüm. Bu ölümün insana yazılması birinci növdür. Çünki sən ölməyə bilərsən, yox, mümkün deyil. Amma nə vəziyyətdə ölməsi və yaxud da ki, nəyinsə səbəb olması, bu səbəbi aradan qaldırmaqdır. Məsələn, insan dua edir ki, Allahım, mən xeyir üzərə yaşat və xeyir üzərə öldür. Bu səbəbdir ki, pis ölümdən insanı uzaqlaşdırsan. Qədərin dəyişməsinə səbəb olur bu. Dua. Yəni qədəri nə uzaqlaşdırır, nə yaxınlaşdıra da bilmir. Tapası ölümə aparan yolu ya çətin olur, ya asan. Ay sağ ol, bəli. Yəni bu ölüm sənə yazılıbdır. Bu mutlaq qədərdir. Bu dəyişməyəcək yəni. Bu ölüm sənə yazılıbdır. Lakin xeyir üzərinə olub, şər üzərinə olması isə sənin elədiyin həmən o dualar və yaxud da ki, o şeylər var, zikirlər falan, ibadətlər. Bu xeyrin olub, şərin olmasını dəyişdirən məsələ budur. Allah Taala onsuz da vaxtı hər bir insana yazılıb da ki, insan 70 il yaşayacaq, 80 il yaşayacaq, o artıq. Ay sağ ol. Sadəcə səbəblər dəyişə bilər.
Aydındır. Gözləyimə də o cürdür. Məsələn, sən onsuz da öləcəksən, amma səbəb dəyişə bilərmi? Qədərdəki o səbəb dəyişə bilərmi? Dəyişə bilər, bəli. İnsan xeyir istəsə, xeyir dualasa, dua eləsə, əlbəttə dəyişə bilər. Amma ki, ölüm dəyişmir də. Amma biz bu günləri məsələn götürüb ki, bu hədisi desək ki, yəni, insan məsəl üçün göz dəydisə, bu mütləq yıxılıb öləcək, belə şey yoxdur yəni. Sadəcə Peyğəmbər sallallahu əleyhi və səlləm bəzi hədislər var ki, orada yəni məsələnin ciddiyyətindən söhbət gedir, başa düşdün? Yəni göz dəymənin nə qədər təsirli olmasından. Amma bu məsələni gətirib demək ki, göz dəyib öldüsə, bu onun üçün qədərdir. O biraz qapalı məsələdir, başa düşdün axı. Ona görə deyirəm ki, bax, alimlər qədərə deməli tərif verəndə nə deyirlər? Qədər deyirlər ki, Allahın gizli sirridir. Hə. Ona görə bəziləri biz bu qədərinə cavab verə bilirik ki, ola bilsin qədərdir. Yəni hər şey qədərdir, əlbəttə ki. Sadəcə orada bəzi səbəblər var ki, insan onu dəyişdirə bilir. Dua ilə, zikirlə. Məsələn, bax, insan var ki, gəlir ki, deyir ki, bu qədər məsələsində də 3 dənə firqə var, yadında saxla. O 3 dənə firqə, biri qədəriyyədir, biri cibriyyədir, biri də əhlüsünnədir, bizik. Biri deyir ki, insanın heç bir qüdrəti yoxdur. İnsanın heç bir məşiyyəti, yəni istəyi, arzusu yoxdur. Yəni insan robotdur. Allah tərəfindən idarə olunur. Aydındır? Hətta deyir, zina eləsə belə, Allah qorusun, o deyir, onun qədərində var idi ki, elədi. Və yaxud da ki, insan namaz qılmır, məsələn. Deyir, o Allah tərəfindən istənilən bir şeydir, qılmır da. Onun qədəridir, məsəl üçün. Hə. Bəs deyirik ki, biz deyirik ki, Allah Taala Quran-Kərimdə deyir ki, "Və la yezlumu misqala zərrə." Allah Taala heç kimə zərrə qədər, misqal zərrəsi qədər zülm eləyən deyil. Və niyə görə siz Allaha nisbət edirsiniz bunun elədiyi zülmü? Allah Taala bir quluna pislik istəyərmi? İstəməz əlbəttə. Bu birinci məsələ. İkinci məsələ də deyirlər ki, digər firqə Allahın heç bir iradəsi yoxdur insan üstündə. İnsan bütün feillərini, bütün nə varsa özü yaradır. Yəni elə ki, bir növ ikinci bir yaradan gətirirlər. Allaha şərik. Ki, insan yaradır öz feillərini. İnsandır bunları eləyən. Allah Taala'nın insan üzərində heç bir istəyi yoxdur. İnsan özü acizə ayrı bir varlıqdır. Biz də deyirik ki, Allah Taala Quran-Kərimdə yenə deyir ki, əgər Allah istəməsə, o ayə var Quran-Kərimdə ki, əgər Allah istəməsə, onlar istəyə bilməz. Ona görə də burada orta yol var ki, hər bir onsuz da bir məsələ, elə bir məsələ yoxdur ki, orada ifrat və təfrit olmasın, qardaş. Həddi aşmaq və yaxud da ki, insanın ümumiyyətlə uzaq durması olmasın. Amma Əhlüsünnə vəl Cəmaə bunların ortasındadır. Biz deyirik ki, insanın da qüdrəti var. Lakin Allah istəməsə biz eləyə bilmərik. Aydındır? Aydın. Ona görə də qədər biraz qəliz məsələdir. İnşallah yavaş-yavaş öyrənə-öyrənə gedərik. Qədər məsələsi də gələcək Allahın izni ilə. Qədərin növləri, qədər hansı məsələlərdə girir, hansı məsələlərdə qədərdən xaricdir. Və bəzi insanlar gətirirlər ki, məsələn bax, deyir ki, İbn Seyyid Rahimullah bu barədə danışıb, deyir ki, gələcək məsələ inşallah bu imanın axırıncı məsələsində, qədərə iman. Gətirirlər ki, biz deyir namaz qılmırıq ibadət məsələsində. Bu deyir bizim qədərimizdir. İbn Seyyid Rahimullah çox gözəl cavablar verir. İnşallah bu gələcək dərslərdə gələcəkdir. Barakallahu fikum. Deməli, biz keçən dəfə nə götürmüşdük? İnşallah gələn həftə imtahan olacaq, Allahın izni ilə. Biz deməli, keçən dəfə götürmüşdük ki, rububiyyə tövhidi, bir də Uluhiyyədən keçdik. Yox, keçən dəfə rububiyyə keçdik, bir də Məkkə müşrikləri rububiyyənin bir hissəsinə iman edirlər. Rububiyyə tövhidi nədir, qardaş? Rububiyyə tövhidi yəni üç şeydən ibarətdir. Birinci yaratmaq, yəni Allah hər şeyi yaradıbdır. İkinci mülk sahibi Allahdır. Yəni mülk Allaha məxsusdur. Bir də ki, hər şeyi idarə edən Allahdır. Yerdə və göylərdə. Bəli. Ayə var idi orada. Nə idi dəlil? Fakir surəsi 13-cü ayə. O gecəni gündüzə gecəyə qatar. Günəşi və ayı ram etmiş. Ram etmiş, yəni əmrinə boyun əydirməkdir. Onların hər biri müəyyən olunmuş vaxtlarda, yəni hər öz vaxtından gedir də, öz vaxtından devr edir. Kim başa düşmüşdür.
Buram gəlir ki, mülk onundur. Yəni, bu sizin Rəbbiniz Allahdır. Mülk onundur. Sizin ondan başqa dua etdiyiniz xurma çərdeyin üstündəki o bu imka nədir üstündə? Lif, pərdə. Pərdəsi eləmisiniz demişdiniz. Bəli. Xurmasını. O pərdəsinə belə sahib deyirlər. Bəli. Elvin qardaş. Bizi eşidirmi Elvin qardaş? Yaxşı, biz dedik ki, Məkkə müşrikləri Rububiyyənin bir hissəsinə iman edirdilər. Bəli. Yaxşı, onlar niyə müsəlman olmadılar? Deyə bilərsənmi? Onlar yəni Allaha şərik qoşdular. Yəni şey edirlər ki, Allahla elə bil bir öz şeylə başqa bir ilah da seçdilər də. Yəni ki, tək Allah inanırlar ki, Allah hər şeyi yaradıb, Allah hər şeyi elə bil xəlq edibdir. Amma onunla yanaşıb başqa bir tanrılar üzərinə seçib və ona ibadət edirlər. Yaxşı, buna dəlil nə idi yazmışdıq orada ayə? O da Zöhrə surəsi 9-cu ayə. Nə deyir Allah Taala? Allah Taala deyir ki, onlardan soruşsa yeri və göyü kim yaradıb, onlar əminliklə Allah deyərlər. Bəli. İndi isə deməli keçirik Tövhidül Uluhiyyə. Bu mühüm məsələdir. Tövhidül Uluhiyyə deyəndə yəni Allah Subhanahu va Taala haqq olaraq tək olan Allahdır və onun heç bir şəriki yoxdur. Və insanın cənnət və yaxud da cəhənnəm əhli olması, insanın dünya və yaxud da axirət saadəti də bu tövhiddən asılıdır. Biz dedik ki, hansı ki insanın deməli rububiyyə tövhidini qəbul etməsi, Allahın xaliq, yaradan, ruzu verən, işləri idarə edən olmasına etiqad etməsi onu İslam'a daxil eləmir. Ta ki Allah Taala'nın uluhiyyəsinə iman edənə qədər, Allah Taala'nı ibadətdə təkləşdirənə qədər. Və biz dedik ki, rububiyyə Allah Taala'nı Allahın işlərində təkləşdirməkdir. Uluhiyyə tövhidi isə insanın ibadətlərində, itaətlərində Allah təkləşdirməsidir. Və Allah Taala'nın yer göy yaratması da, bütün məxluqatı yaratması da bu tövhidə görədir. Ki insanlar ona ibadət etsinlər. Nəinki insanlar, hətta insanlar, cinlər və s. onu təkləşdirsinlər deyə. Yəni çünki əmr və qadağalar insanlar və cinlər üçündür. Allah Subhanahu taala necə ki ayədə buyurur ki: "Və mə xalaqtul cinnə vəl ins illə liyəbudun." Mən insanlara və cinləri ancaq mənə ibadət etsinlər deyə yaratdıq. Və burada fikir versəniz, birinci "Və mə xalaqtul cinnə vəl ins" birinci cinlər gəlir, sonra insanlar gəlir. Niyə görə? Çünki yer üzərində yaranan ilk məxluqlar cinlər olub. Və başqa ayədə Allah Subhanahu taala deyir ki, deməli, hansı ki yer üzərində "Və iz qala rabbuka lil mələikəti inni ca'ilun fil ardi xalifə." Allah Taala o zaman dedi ki mələklərinə, mən yer üzərində xəlifə yaradacağam. Yəni bu insandan söhbət gedir. Mələklər dedilər ki, qalu atəttəxiduna huzwa, yox. Və iz qala rabbuka lil mələikəti inni ca'ilun fil ardi xalifə. Qalu atəc'alu fiha men yufsidu fiha və yesfiku dimə. Sən deyir, yer üzərində fəsad törədən və qan tökən bir məxluq mu yaradacaqsan? Və nəhnu nusəbbihə bihamdikə və nuqaddisu lək. Hansı ki biz səni təsbih etdiyimiz və müqəddəs tutduğumuz halda. Burada sual ortaya çıxır ki, yaxşı onda insan yaranmamışdan qabaq bunu deyiblərsə mələklər, hardan bilirdilər ki insan qan tökəcək, yer üzərində fəsad törədəcək? Alimlər deyirlər ki, insanlardan qabaq yer üzərində cinlər bunu etmişdilər. Və cinlər insanlardan qabaq yaradılan məxluqlar idilər. Və həmçinin bu həmən əmr və qadağalar da həm insanlar üçündür, həm də cinlər üçündür. Necə ki biz namaz qılırıq, ibadət edirik Allaha, Peyğəmbər sallallahu əleyhi və səlləm tabe oluruq və yaxud da ki bunun əksi olaraq yer üzərində Allaha şərik qoşanlar var. Hansı ki Allaha bidət edənlər var müsəlmanlar içərisində və eyni ilə də bu cinlərin həyatlarına da daxil olan bir şeydir. Hansı ki onların da müsəlmanı var, onların da tövhid əhlisi var və yaxud da ki müşrik olanı var
və yaxud da bidətçi olanı var. Onlar da həmçinin bizim mükəlləf olduğumuz şəriətin o əhkamlarına onlar da mükəlləfdirlər. Sadəcə fərqimiz onların bu dünyada bizə görünməməsi, qiyamət günü isə bizim onlara görünməməyimizdir. Qiyamət günü bizi görməyəcəklər. Doğrusunu Allah bilir, keyfiyyəti bilinmir necə olacaq. Yəni xülasə odur ki, şəriətin ayətində göründüyü kimi gələn əmr və qadağalar kimlərə aiddir? İnsanlara və cinlərə. Və Allah Taala deyir ki: "Və mə xalaqtul cinnə vəl ins illə liya'budun." Yəni liyuvahhidun. İbadət kəlməsi gələndə Quran-Kərimdə ibadət kəlməsi yəni Allahı təhləşdirin mənasındadır. Çünki bizdən tələb olunan ibadət də budur. Bizdən tələb olunan ibadət nədir? Allaha o ibadəti təhləşdirərək etmək. Çünki niyə görə təhləşdirərək etmək? Bunu İbn Abbas radiyallahu anh deyir ki, Quranda harda gəldisə ibadət edin, yəni o deməkdir ki, təhləşdirin deməkdir. Allah Taala'nın uluhiyyə ilə ibadət edin. Tək ilah olaraq. Niyə görə? Çünki hər bir kəs, istər nəsrani olsun, Allaha şərik qoşan insanlar, onlar da ibadət etdiyini zənn edirlər. Lakin Allahın istədiyi ibadət budurmu? Xeyr. Allah Taala'nın istədiyi ibadət nədir? Allahın muradı. İbadət edin deyəndə. Muradı nədir? Yəni o ibadətdə Allahı təhləşdirərək edin. Allahı təhləşdirərək edin. Budur tövhid. Allah Subhanahu wa Taala buyurur ki, Quran-Kərimdə: "Və ilahukum ilahun vahid. La ilahe illa huve'r-Rahmanir-Rahim." Sizin ilahınız tək olan ilahdır. Ondan başqa heç bir ibadətə layiq olan haqq məbud yoxdur. Rahman olandır, Rahim olandır. Və həmçinin başqa ayədə buyurur ki: "Şəhidəllahu ennehu la ilahe illa huve vel-melaiketu ve ulul ilm qaimen bil-qisti la ilahe illa huve'l-azizul hakim." Allah özü şəhadət verir ki, ondan başqa ibadətə layiq haqq məbud yoxdur. Fikir verin, Allah Teala şəhadət verir və sonra mələkləri də şəhadət verir. Və həmçinin elm əhli də ədaləti ayaqda tutaraq şəhadət verirlər ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Və o aziz olandır, həkim olandır. Və fikir verin, Allah Teala bu ayədə 2 dəfə özünə şəhadət verir. Bu məsələnin mühümmiyyətindən xəbər verir. Ki, Allah Teala ayənin əvvəlində bir dəfə Şəhidəllahu ennehu la ilahe illahu, Allah özü şəhadət verir. Sonra mələkləri və elm əhlindən də söhbət getdikdən sonra Allah Teala bir də şəhadət verir. Ayın axırında buyurur ki: "La ilahe illa huve." Fikir verin, Allah Teala həm öndə, həm də ayənin axırında 2 dəfə özünə şəhadət verdi ki, Allahdan başqa yoxdur, ibadətə layiq haqq məbud yoxdur. Lakin fikir verin, subhanallah, insanlar necə həqiqətən Allah Teala bizləri sabit etsin bu tövhid dinində. İnsanlar necə fitrətləri pozulmuş bir şəkildə yaşayırlar ki, hansı ki fitrət onu tələb edir ki, sən Allah Teala heç bir şey şərik qoşmayasan. Lakin o insanlar ki, Allahdan qeyrisini çağırırlar, Allahdan qeyrisinə dua edirlər, ibadəti Allahdan qeyrisinə sərf edirlər, Allahdan qeyrisinə qurban kəsib, bu cür deməli hallara düşürlər. Bu insanlar həqiqətən də Allah Teala'nın tövhidindən xəbərləri olmayan insanlardır. Allah Teala'nı tanımayan insanlardır. Və insan Allahı tanıdığı halda heç ona şərik qoşarmı? İnsan Allahın tövhidini bildiyi halda, Allahın yeganə haqq ilah olduğunu bildiyi halda Allah Teala'ya şərik qoşarmı? Qoşmaz vallahi. Və sonra deməli bu ayədə hansı ki qeyd etdik ki, Allah Teala şəhadət verir və sonra mələklərin şəhadətindən sonra elm əhlinin də şəhadətini gətirir. Və qardaşlar, bu ayədə bir şeyə diqqət edin. Hansı ki, Allah Teala ən üstün varlıqları, yerdə və göydə ən üstün varlıqların, 2 varlığın şəhadətini ayədə zikr eləyir. Birincisi mələklərdir, göylərin şərəfli varlığı. Yerlərin şərəfli varlıqları isə peyğəmbərlərdən sonra elm əhlidir. Ona görə elm öyrənməyə həris olun vallahi. Hansı ki Allah Teala Quran-ı Kərimdə elm əhlini, bu ayə ona dəlildir ki, elm əhlini şərəfləndirib. Elm əhlini şərəfləndirib. Ona görə də elm tələb eləməyə həris olun. Allahı öyrənmək hansı ki, elm öyrənilən şeyə görə dəyər qazanır. Elm öyrənilən şeyə görə dəyər qazanır. Bu elm isə kimə nisbət olunur? Allahın elmi, Allah'a nisbət olunur. Sən bu elmi öyrənməklə Allah'a yaxınlaşmaq istəyirsən. Və bu bəs edər ki, bu elm nə qədər şərəflidir. Vaxtından keçəcəksən, əziyyət çəkəcəksən.
Elhamdülillah, Allah üçün bu əziyyətləri çəkməyə dəyməzmi qardaş? Əlbəttə dəyər. Bəzi insanlar görürsən ki, elm öyrənməməkdən ötürü nə qədər bəhanələr gətirirlər. Vaxtının olmaması, işinin çox olması, hansı ki Allah Taala səni elə bunun üçün yaradıb. Sənin Allah qatında dəyərin buna görədir. Ki o insanlar ki Allah Taala'nın elmindən üz döndərirlər, qadir olduğu halda. Söhbət burada qüdrətdən gedir. Əgər varsa, öyrən, tələb elə. Çünki qiyamət günü soruşulacaqsan. Allahı öyrənmək. Sən yaxşı qiyamət günü bunun məsuliyyətini bir qırağa qoyaq. Elm əhli, yer üzərində ən şərəfli olanlar və qiyamət günü də insanların içində ən şərəfli olanlardan olmaq istəmirsənmi? Allaha yaxın olanlardan olmaq istəmirsənmi? Hansı ki Allah Taala onlara elə bir nemət verəcək ki, onlara Allahın yaxınlığı ilə seçiləcəklər. Bu nemətdən insan üzü çevirərmi? Vallahi çevirməz. Ona görə də Allah üçün dəyər. Nələrdənsə vaz keçməyə dəyər. Nələrdənsə çəkinməyə dəyər. Vaxtı boş şeylərə sərf etməkdən qırağa durmağa dəyər. Çünki bu elm Allahın nisbət olunan şərəfli bir elmdir. Və sonra deməli ayəni qeyd elədik, hansı ki Allah Taala şəhadət verir ki, ondan başqa ibadətə layiq haqq məbud yoxdur. Və sonra yenə Allah Subhanahu Taala Quran-Kərimdə buyurur ki: "Zəlikə bi ennəllaha huvel haqq." Budur, sizin Rəbbiniz Allah Subhanahu Taala huvel haqq. O haqq olandır. Və ennəmə yed'unə min dunihi huvel batil. İnsanların dua etdikləri isə Biraz geç koşuldum. Elhamdülillah yana çatdım. Aleykümselam və rahmetullah və deməli, Allah Taala buyurur ki: "Zəlikə bi ennəllaha huvel haqq." Allah Taaladır haqq olan ilah. Haqq. Yəni haqq deyəndə burada nə qəsd olunur? Yəni digər ilahların batıl olması. Allah Taala'nın ibadətə layiq olması. İbadətə layiq yeganə haqq ilah olması. Və ennəmə yed'unə min dunihil batil. Huvel batil. Ancaq insanların Allah'tan qeyri çağırdıqları isə onlar batil olanlardır. Batil ilahlardır. Yəni onların uluhiyyədə heç bir payları yoxdur. Və yaxud da ki onların rububiyyədə heç bir payları yoxdur. Ancaq buna Allah layiqdir. Və ennəllaha huvel aliyyul kəbir. Allah Taala ayənin sonunda isə deyir ki, Allah Taala huvel aliyyul kəbir. Ali, Allah Taala uca olandır. Kəbir, böyük olandır. Və deməli qardaşlar, fikir verin, Allah Subhanahu Taala Quran-Kərimdə və Rasulü sünnətində insanlara uluhiyyə tövhidini öyrədərkən, uluhiyyə, yəni ibadət tövhidini öyrədərkən ən çox zikr etdiyi ayələrdə hansı məsələ ilə insanlara etiraz edir? Hansı məsələni insanlara təkləşdirməyə, Allah Taala'nı təkləşdirməyə çağırır? Dua məsələsində. Fikir verin, həqiqətən bəzi insan görürsən ki, yəni müşahidə edirik. Görürük ki, insanlar içərisində ən çox yayılan şirkin növü hansıdır? Allah'tan qeyrisini çağırmaq. Ən geniş yayılmış şirk növü budur. Allah'tan qeyrisini çağırmaq. Ona görə fikir verin, Allah Taala Quran-ı Kərimdə dəfələrlə deməli insanları təhdid eləyəndə və yaxud da insanların Allaha şərik qoşduğu o həmən məqamı zikr edəndə hansı məsələni gətirir? Allah'tan başqa dua etdikləriniz, Allah'tan başqa çağırdıqlarınız, Allah'tan başqa yalvardıqlarınız, Allah'tan başqa istədikləriniz. Subhanallah, fikir verin. Həqiqətən insan, hansı ki o kəslər ki Allaha şərik qoşurlar, Allah'tan qeyrilərini çağırırlar, Allah'tan qeyrilərinə dua edirlər. O insanlar böyük bir təhdid altındadırlar. Allah Taala bizləri və bütün müsəlmanları qorusun. Və həmçinin bilmirəm, keçən dəfə bu məsələni zikr etmişəm ya yox. Bir insanın uluhiyyədə Allaha şərik qoşması, məsələn bax, biz deyirik ki, kim ki uluhiyyədə Allaha şərik qoşursa, gedir məsələn qəbirdən nəsə istəyir. Və yaxud da ki, getməsinə ehtiyac yoxdur. Oturur evdə, Hüseyndən övlad istəyir, Əlidən övlad istəyir və yaxud da ruzi istəyir. Sıxıntısı var, aradan qaldırmasını istəyir. Biz deyirik ki, bu insan nəinki uluhiyyə tövhidində, həmçinin bu insan rububiyyə tövhidində Allaha şərik qoşur. Bu niyə görə belədir? Kim cavab verə bilər?
Mən verim. Bəli, buyur. Çünki rububiyyə Allah xəlq edəndir, yaradandır, mülk sahibidir. Əgər yəni mülk sahibi yaradan Allahsa, biz qeyrisindən niyə istəməliyik? Aha. Yəni yeganə yaradan Allahsa, deməli Allah verir də, yəni evlad da Allah verir, Allah yaradır. Buna yəni başqa heç kimin nə qüvvəsi, nə ixtiyarı yoxdur. Buna da dəlil siz demişdiniz, səhv eləmirəmsə, ayə var idi ki, ölülərdən istəyirlər. Onlar istədiyində ölülərdən istəyirlər, əgər siz istədiyiniz siz duyursa, dinsə cavab versinsə, elə bir ayə səhv eləmirəmsə var idi. Yəni istəyəndə də birbaşa Allahdan istəməli hər şeyi. Yəni qardaş demək istəyir ki, belə başa düşdüm ki, yəni bir insan var məsələn, oturur evdə Allahdan qeyrisini çağırır. Hə? Bu Allahdan qeyrisini çağıranda niyə görə bu həm də rububiyyədə Allaha şərik qoşur? Biz rububiyyədə bilirik də ki, yaratmaq, ruzi vermək və yaxud da ki, işləri idarə etmək Allaha məxsusdur, düzdürmü? Və rububiyyənin çox növü var. Burada sadəcə əsas bütün məsələlər bu üç şeyə qayıdır. Yaratmaq, deməli işləri idarə etmək, ruzi vermək. Deməli biz dedik ki, insan rububiyyədə həmçinin Allaha şərik qoşur. Niyə görə? Qardaşımız zikr elədi ki, çünki bu Allaha xas olan şeyi qeyrisinə yönəldir. Bax, deyir ki, ya Hüseyin mənə övlad ver. Bir insan o şərik qoşduğu dua ibadətində şərik qoşur, düzdürmü? Allah Teala deyir ki, Allahdan qeyrisini çağırmayın. Fələ təd'u ma'allahi əhədə. Allahdan qeyrisinə səslənməyin. Eləmi? Birinci növ şirk bu ki, uluhiyyədə artıq şərik qoşdu Allaha. İkinci növ rububiyyədə niyə görə? Bir insan Allahdan qeyrisinə ki çağırır, o insan o çağırdığı kimdirsə, fərqi yoxdur, A olsun, Z olsun. O çağırdığı kəsə Allah Taala'nın rububiyyəsindən bir sifət qoşur. Ona rəblik verir. Çünki bu cür olmasa, o onu çağırmaz. Bax, çağırır ki, mənə övlad ver. Biz deyirik ki, övlad vermək kimin feilidir? Allah Taala'nın feilidir, düzdürmü? Yaratmaq. Həmçinin bu, belə deyək, bədbəxt insan elə etiqad edir ki, Allahdan qeyrisi yaradır. Fikir ver. Rububiyyədə Allaha şərik qoşdu. Və yaxud da ki, elə onun özünün o şeyi çağırması üçüncü növ məsələdə Allaha şərik qoşur. Hansı ki, ad və sifətlərdə. Yaxşı, kim cavab verə bilər? Ad və sifətlərdə necə şərik qoşur Allaha? Rububiyyəni başa düşdük. Hansı ki, o çağırdığı adama o rəblik sifətlərindən birini verir. Məsəl üçün götürək ki, övlad istəyirsə, yaratmaqda şərik qoşdu rububiyyədə. Uluhiyyədə şərik qoşdu ki, Allahdan qeyrisinə dua elədi. Bəs ad və sifətlərdə necə şərik qoşdu qardaş? Vüsal qardaş, Elgiz qardaş, Elvin qardaş. Ad və sifətlərə necə gətirmək olar? Ad və sifətlər, yəni bütün gözəl adlar və sifətlər Allaha məxsusdur. Onda da yəni şərik qoşmuş olur da, yəni Allahın adı yaradıcı olduğunu, o adı bölüşdürür də elə bir başqasından. Başqa var mı? Bax, inşallah bu qeyd elədiyim məsələni gələn dərs soruşacağam. Dedim ki, bir insan bax dua eləyir, ya Hüseyin mənə övlad ver. Burada şirkin üç növündə gəlir. Yaxşı, hansı ki bir qeyd elədik ki, rububiyyədə şərik qoşur ki, rəblik verir. Uluhiyyədə şərik qoşur, Allahdan qeyrisini çağırır. Ad və sifətlər də bu cür olur, qardaşlar, yadınızda saxlayın. Bax, bir insan burada çağırır, Yordaniyada. Biri Elgiz qardaşın yanında çağırır. Biri Vüsal qardaşın yanında çağırır, məsələn. Fikir ver. Allah Taala'nın Səmi' ismi var, düzdürmü qardaşlar? Səmi' nə deməkdir? Hər şeyi hər yerdə eşidən. Elədir, elədir. Bəli, bəli. Aşağı. Bu burada çağırırsa, o çağırdığını etiqad edir ki, hər yerdə hər şey eşidəndir. Subhanallah. Fikir ver. O çünki onu etiqad eləməsə, o çağırdığı kəsin özünü eşitdiyini etiqad eləməsə onu çağırmaz. Özü onu inkar eləsə belə. Bəzilərinə deyirsən ki, bax sən niyə edirsən? Sən Allah Taala'ya xas olan o sifət var, və yaxud da ad var, Səmi', hər şeyi hər yerdə eşidən Allah. Sən Allaha xas olan sifəti verdin məxluqa ki, deyir, yox, qorxur axı. Çünki bilir ki, bu şirkdir.
Sadəcə öz nəfsində özü üçün bəraət qazandırmaq üçün belə eləyir. Ki bu elə özünə bəraət qazandırsın ki, bu müşriklərdən olmasın. Aydındır? Yəni Təşbih verim də bununla bağlı elə mövzudan kənar olmasın. yəni bir dəqiqə qardaş, üzr istəyirəm. Yəni fikir verin, yəni insan Allahdan qeyrisinə, bəzən o görsən sadəcə biz bilirik ki, yəni Allahdan qeyrisini çağırmaq olmaz. Lakin Allahdan qeyrisinə çağırmağın mücərrəd insan deməsi ki, yoxsa buradakı nə qədər təhlükələri yəqin ki anladınız. Allah qorusun. Buyur qardaş. Onu qeyd edəsiyim ki, Azərbaycanda bəzilərindən, yəni o rəfidilərdən deyək də, onlar bu mövzuya gələndə deyirlər ki, yox biz gedib ancaq onun qəbrin üstündə istəsək duamız çatır. Kərbəlaya yoxsa hara doğru gedirlər onlar öz yerlərinə. Deyirlər ki, yəni ora getmək lazımdır o işitməsindən ötürü. Gedib yəni imin onun qəbrin üstündə durub deməli, indi ona aydındır o Quranda bəyan etdiyim ayə ki, yəni ölülər eşitməsə. Amma yəni onlar onu şey deyirlər. Deyirlər ki, yox biz burada istəmirik, ocağa da gedirlər, günbəzlərə deyək də Azərbaycan dilində. İminə get qəbrin üstündə istəməzsin deyirlər ki, yəni subhanallah ki, eşitməzlər. Onlar da təzə çıxdılar. Nə? Çünki əksər hallarda onlar elə demirlər axı. Məsələn, bax elə Mingəçevirin özündəki o şeyləri götür. Onlar güya Allahdan qeyrisini çağırmırlar. Soruşsan dua eləmirlər. Bax onların şəfaət duası var. Onlar deyirlər ki, ya vacihən indallahi işfa' lana. Deyir ki, ya vacihən indallahi işfa' lana. Ey Allah qatında şərəfli olan mənə şəfaət et. Kimi çağırır bu? Əli radiyallahu anh çağırır. Və deyirdilər qəbrə getmək lazımdır onlar. Bu onların əqidə kitablarına gəlir. Deməli onlar bəzi suallarla bağlananda başqa yerlərə də atırlar. Yəni elə bir şey eşitmişdim mən ki, gedib qəbrin yanında dua eləsən, o dua kesin. Yaxşı. Bunun müqabilində onlara sual vermək lazımdır ki, bax. Ey insan, sən bax çağırırsan, deyirsən ki, lap tutalım ki, deyək ki, insan gedir, lap get qəbirdə. Yəni deyək ki, bu isim və sifət tövhidində şərik qoşmalı Allah. Yaxşı. Gedib qəbirdən istədi. Qəbrin yanında istədi. Sən sual verirəm ki, o şəxsi ki çağırırsan, deyirsən ki, ey qəbirdə olan mənə falan şey ver. Yaxşı. Sən kimi çağırırsan? Allahı çağırırsan, yoxsa Allahdan qeyrisini? Nə cavab verəcək buna? Elgiz qardaş, nə deyəcək? Allah'a çağırır, yoxsa qeyrisini? Qeyrisini. İndi onların sözləri tutar burada. O da dediyim kimi deyirlər ki, yox biz bu vasitə tutmuşuq, gəlmişik yanına ki, bu bizim yerimizə gəlib Allahdan istəsin. Yaxşı. O çağırır da, deyir ki, ey filan kəs, mənə filan şey ver. Yaxşı, vasitəni qoyaq birinci, buna cavab verək. Bax, deyir ki, ey filan kəs mənə filan şey ver. Mən ona sual verirəm ki, sən Allah'a çağırsan, yoxsa qeyrisini? Deyir ki, deyəməz axı Allah'a çağıram. Çünki Hüseyin ona görə Allah ola bilməz axı. Halbuki bəzi firqələr var azbında, bəzi firqələr var ki, şiələrin özlərinin içində olan qulatları var ki, hədd aşmır. Hüseyinə Allah deyirlər. Auzubillah. O videosu çıxmış deyə Hüseyin bizim Allahımızdır deyirdi.